الذي رفع أقواما بصدق الإيمان وجعلهم منارات يقتدى بها في ظلمات الزمان، ونور قلوب أوليائه بذكر الصالحين، وجعل في سيرهم عبرة للمعتبرين. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، شهادة تشرح الصدور وتورث صاحبها السعادة والنور. وأشهد أن محمدًا عبده ورسوله صلوات الله وسلامه عليه وعلى آله وأصحابه الأطهار الذين باعوا الدنيا بالآخرة وأخلصوا لله فازوا بالدارين، ومن تبعهم بإحسان إلى يوم الدين. فأوصيكم بتقوى الله، فهي وصية الله للأولين والآخرين. فاتقوا الله يا عباد الله، فإنها وصية الأنبياء وزاد الأولياء ونور القلوب في دجى الظلمات. Ama ba'd, əziz, değerli Müslümanlar, əziz qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin həm birincilərə, həm sonunculara etdiyi bir tövsiyədir. Qorxun Allah'tan, bu peyğəmbərlərin vəsiyyətidir, övliyalarının azüqəsidir, qəblərin nurudur zülmət gecələrdə. Və sonra bil ki, qəlblər salihlərin zikri ilə həyatda durur. Salihləri xatırlamaqla dirçəlir. Nəfslər onların xəbərlərini öyrənmək üçün can atır. Qulaqlar onların xəbərlərini eşitmək üçün açılır. Xüsusən də əgər o salihlər Allahın seçdiyi bəndələrdirsə, Peyğəmbəri üçün seçib ona səhabə etdiyi, yoldaş etdiyi, dinini təbliğ edən, risaləsini təbliğ edən kəslərdirsə, ona görə də o səhabələrin xəbərləri ilə, onların həyatını öyrənməklə Allaha yaxınlaşmağa çalışacağıq. Bəlkə sərtləşmiş, daşlaşmış qəlblər yumuşalar, qəflətdə olanlar, aylar oyanar. Ona görə o qövmün xəbərlərində bir dayanaq. Xüsusən də elə bir zamanda ki, mədəniyyət adı altında fikir müharibəsi getdiyi bir zamanda, əxlaqların pozulduğu bir dövrdə nəfslər ehtiyac duyur olanın xəbərlərinə. Çünki nümunə olacaq kəslər demək olar ki, yoxdur yer üzündə. Nə məşriqində, nə məğribində bizə, özümüzə, cavanlarımıza, gələcək nəsillərimizə nümunə olacaq insanlar məhz olardı, səhabələrdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Onun yolunu gedən o xeyirli insanlardır. Və bugün Məhəmməd mədrəsəsindən, sallallahu aleyhi və səlləmin mədrəsəsindən bir kişinin həyatına toxunacaq. O kişi ki, o şəxsiyyət ki, öz əsrinin insanlarını təəccübləndirib, onları heyran qoyub, fəzilətlərin hamısını özündə cəm edib, qəlbi imanla dolu olub və Allah yolunda özündə olan dəyərli, bahalı nə varsa onu ucuz sayıb. Sadiq bir kişi, hansı ki verirdi, əvəzini gözləmirdi. Üstün edirdi hər kəsi özündən, özünü heç kəsdən üstün saymırdı. Səxavət sahibi, əli açıq, İslamı ilk qəbul edənlərdən, cənnətlə müjdələnmiş 10 səhabədən biri, hansı ki 2 dəfə hicrət edib, sonra Mədinəyə hicrət edib, Bədirdə və bütün döyüşlərdə Peyğəmbər sallallahu aleyhi və səlləmin önündə olub. Ona görə də mənəviyyət cəhətdən, şərəf cəhətdən üstün biri idi, iffətli idi, əli açıq idi, baxmayaraq malı çox idi, lakin qəlbi mətin idi, qəlbi zəngin idi. Zənginlik onun qəlbinə təsir etməmişdi. Səxavətli idi, çox əta edən, bağışlayan idi.
və qəlbi, gözü, göz yaşları ilə dolu idi Allah üçün. Şükr edən bir varlı idi. Uğur qazanmış bir tacir, Əbu Muhammed Abdurrahman İbni Avf, İbni Abdü Avf Əz-Zuhri, İbni Abd İbni Haris, İbni Zuhra, İbni Kilab İbni Murra, İbni Ka'b İbni Lüey, Əl-Quraşi Əz-Zuhri. Bəni Zuhra qəbiləsindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmin dayılarının qəbiləsindəndir. Anası tərəfdən ona qohumdur. Və yaşayıb saf bir mühitdə, saf bir ətrafda boya başa çatıb və qövmü arasında seçilib müdrikliyi ilə, dərin zəkası ilə, düşüncəsi ilə, rəyi ilə, ağlı ilə və cahiliyyə adətlərini, cahiliyyə ədəb ərkanını, hansı ki bəla idi, onlar üçün hələ İslamdan qabaq əhəmiyyət verməyib ona. Atıb kənara və ilk səhabələrin içərisində cahiliyyə dönəmindən içkini öz nəfsinə haram edənlərdən biridir. Və iman qəlbinə girməsinə baxsaq, görərik ki, İslamın ilk müjdəsi gəldiyi gündən Allah Teala ona iman verib qəlbinə. İslamı qəbul edib. Əbu Bakr Siddiq İslamı qəbul edəndən 2 gün sonra elə Siddiqin əli ilə və 8 nəfərdən biridir, hansı ki İslam gələndə yer üzərində onlardan başqa müsəlman yox idi. Və cahiliyyədə adı Abdülkəbə olub. Və bəziləri deyib ki, Abdü Amr deyirdilər ona. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu Abdurrahman adlandırıb. Sonra İbni Avf bir müddət sonra iman etdiyinə görə necə ki digər səhabələr əziyyət görüb, o da əziyyətdən qaça bilməyib. Səbr edib, qatlanıb o çətinliklərə, sinə gəlib əziyyətlərə və nəhayət hicrət edib Həbəşistana. 3 ay orada qaldıqdan sonra yenidən Məkkəyə qayıdır. Sonra yenidən Həbəşistana hicrət edir və bir müddət sonra yenə Məkkəyə qayıdıb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etməyi səhabələrə izin verdikdə Mədinəyə çıxıb mühacir olaraq və bu yolda Allah Teala'dan böyük bir tərifə layiq olub, Allah Teala'nın zikr etdiyi ayəyə müvəffəq olub, buyurur ki Rəbbimiz وَلِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذ۪ينَ اُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَنْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللّٰهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللّٰهَ وَرَسُولَهُ اُولَٰئِكَ هُمُ الصَّادِقُونَ. Deyir ki Rəbbimiz, kasıb olaraq hicrət edən mühacirlər, hansılar ki mallarından, yurdlarından oldular. Bununla Allah'ın lütfünü, razılığını diləyirdilər. Allah'a və elçisinə kömək edirdilər. Olardı sadiqlər. Bu ayə onun haqda nazil olub və daxil olub Mədinəyə kasıb olaraq, heç bir şeyi olmadan, nə bir dirhəmi var idi, nə bir əşyası var idi, əynində geyindiyi paltardan başqa heç bir şey olmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm onu qardaş edib Sa'd ibn Rabi'a ilə və Sa'd ibn Rabi' Əl-Ənsari radiyallahu anhu imanından, doğan səmimiyyətindən və ərəb əsalətindən, səxavətindən ona deyib ki, ya Abdurrahman, ey Abdurrahman, ənə əktəru əhlil Mədinəti mələ, mən Mədinə əhlinin ən çox malı onanam, fəndur şətrə məli fəxudhu, bax, malımın yarısını götür. Və təhtə imratən, fəndur əyyətuhunnə əcəbu ləkə həttə utalliqəhə ləhə və təzəvvəcəhə. Və mənim 2 xanımım var, bax, hansı xoşuna gəlirsə, onu boşuyum, onlardan biri ilə evlən. Və şərəfli, namuslu, iffətli Abdurrahman ona cavabında deyib ki, Bərakallahu ləkə fi əhlikə və məlik. Allah sənə və ailənə, malına bərəkət versin. Dəlluni alə suqil Mədinə. Mənə Mədinənin bazarının yolunu göstər. Və göstərib ona Mədinənin bazarının yolunu. 43 yaşında Mədinənin bazarına daxil olub. Baxmayaraq o dövrdə Mədinə bazarını idarə edən vasitəçilər, simsarlar, Bəni Qeynuqa qəbiləsinin yahudiləri idi. Lakin bu onun əzimkarlığını, qətiyyətini,
Yahudilərin etdiyi inhisar onun bu istəyini, rəğbətini sındıra bilməyib. Əksinə, yarışıb onlarla bazarda, ticarətdə alver edib, alıb, satıb, qazancı əldə edib, yığıb və bir müddət keçəndən sonra qazandığı o halal zəhmət onun üçün varlığa çevrilib. Allah Teala onun o çalışqanlığını, onun iffətini onun üçün bərəkətli edib və bir müddət sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onu gözəl bir görkəmdə görür, gözəl bir geyimdə görür, üzərindən ətir iyi gəlir, deyir ki, mə həzə yəbni Avf, deyir ki, nədir bu, ey İbn Avf, deyir ki, ya Rasulallah, təzəvvəctu imraətən alə vəzni nüvətin minəd zəhəb, bir toxum miqdarında olan qızıl əvəzinə bir qadınla evlənmişəm. Deyir ki, sallallahu aleyhi və səlləm, barakallahu ləkə əvlün bişət. Allah sənə bərəkət versin, bir qoyun da olsa toy ziyafəti ver. Və deyir ki, sallallahu aleyhi və səlləm, hədislərin birində, mə fətəhə insanun alə nəfsihi bəbə məsələtin, illə fətəhə Allahu aleyhi bəbə fəqr. Elə bir insan yoxdur ki, öz nəfsi üçün dilənçilik qapısı açsın, Allah Teala onun üçün kasıblıq qapısı açmasın. Lakin bu misal İbn Avf'dan yan keçib. Heç kim əl açmayıb, əksinə öz zəhməti ilə əldə edib Allah Teala'nın ona verdiyi, lütf olaraq verdiyi bu mal, bu dövləti. Ona görə səhabələrdən biri ondan soruşanda ki, bimə adrakdə minət ticarəti mə adrakt. Bu ticarətdə əldə etdiyini nə ilə əldə etmirsən? Deyirdi ki, li'ənni ləm əştəri mu'ibə. Mən qüsurlu bir mal almırdım. Və ləm uridu ribhən kəthira. Çox mal da istəmirdim. Vallahu yubariku limən yəşə. Allah Teala istədiyinə bərəkət verir. Və bərəkət verib Allah Teala onun ticarətinə. Elə bir şey almırdı və elə bir şey satmırdı ki, ondan qazanc əldə etməsin. Hətta öz nəfsinə bəzən təəccüb edirdi, heyran olurdu və deyirdi ki, öz nəfsi haqda لَقَدْ رَأَيْتُنِي لَوْ رَفَعْتُ حَجَرًا لَوَجَدْتُ تَحْدَهُ فِدَّةً وَذَهَبًا. Deyir ki, məni görsəydin, hətta bir daşı qaldırsaydım, onun altından qızıl tapırdım, gümüş tapırdım. Beləcə kasıblıqdan, heç bir şey olmadan, uzun illər çətinliyə qatlanaraq, yaşamdan sonra Mədinənin ən zənginlərindən olub, ən varlı insanlarından olub, sərvəti, malı, dövləti olduqca çox olub. Və xəbər verib Allah Teala bizə öz kəlamında ki, çox mal bəzən sahibi üçün bəla olur, fitnə olur, müsibət olur. Çünki mal silahdır, hansı ki, iki tiyəsi var. Hər iki tərəfi kəsir. İnsan ya ondan nicat tapır, ya da ki, ondan məhv olur. Lakin İbn Avf'un şəni belə deyildi. Onun şəni malla başqa idi. Bilirdi haradan qazanmaq lazımdır. Bilirdi o malı necə istifadə etmək lazımdır. Ona görə radiyallahu anhu sərvət, mal toplamaq eşqində olmayıb. Əksinə bilirdi necə qazansın və hara xərcləsin və səxavəti və xərcləməyi xəlq edən Allah Teala o malı ona təslim etmişdi və onun əli ilə xərcləyirdi müsəlmanlar üçün. Və radiyallahu anhu malı xərcləməkdə heç vaxt simiclik etməyib. Əksinə gizlində də, aşkarda da, rahatlıqda da, çətinlikdə də qəlbləri öz malını xərcləməklə ələ alıb. Mədinə əhli sevirdi onu. Çünki Mədinə əhli demək olar ki, onun malı ilə yaşayırdı. Xərcləyirdi əhlinə, ailəsinə, yaxınlarına, qardaşına, toplumuna, cəmiyyətinə. Hətta deyilirdi ki, kənə əhlü Mədinə iyələn alə Abdurrahman ibn Avf. Deyirdilər ki, Mədinə əhli hamısı Abdurrahman ibn Avf'un ailəsidir. 1/3-nin borcunu bağlayırdı. 1/3-nə borc verirdi. 1/3-nə kömək edirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bir gün sədəqə yığdığını eşidir. Eşidir ki, insanları səsləyir, qoşun hazırlamaq üçün sədəqə gətirmələrinə və gedir evinə tələsik olaraq qayıdır Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına tökür qurşağına 4000 dinar, hansı ki malının yarısı idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də dua edib onun malı üçün. İslam ordusu üçün 500 at verib.
və bir dəfəsində də 1500 dəvə əta edib, torpaq satıb 40 min dirhəmə, sonra onu bölüb Mədinənin kasıbları arasında, qohumları arasında, mühacirlər arasında, Peyğəmbərin zövcələri arasında. Tabuk döyüşündə o vaxt ki, insanlardan çox, mala daha çox ehtiyac duyulurdu. Abdurrahman İbn Avf elə xərcləyib ki, o maldan sonra kasıblıq üçün bir daha qorxulmaz. Əzəmətli bir sədəqə edib. Elə bir sədəqə ki, hətta Ömər el-Xattab onun etdiyi sədəqəni görəndə deyib ki, elə zənn edirəm ki, Abdurrahman İbn Avf ailəsini heç nəsiz buraxdığı üçün günah daşıyır. Və gəlib fəzilətlərindən ki, Mədinə Yahudiləri onu ittiham edib riyada, deyirlər ki, Peyğəmbərə çox əta etməsinin səbəbi riyadır və Allah Taala onun haqda ayə nazil edib. Əl-ləzīnə yəlmizunəl muttəvəinə minəl müminинə fis-sədəqat. O kəslər ki, könüllü surətdə əta edən möminlərə tən edirlər. Bu ayə onun haqda nazil olub. Bu çox malla, bu çox sərvətlə, lakin qəlbində təvəzzükarlıq daşıyıb. Çox malı onu təkəbbürlü olmağa sürükləməyib, özünü insanlardan üstün olmağa sürükləməyib. Əksinə, onu tanımayan, onu görsəydi kölələri arasında, qulları, xidmətçiləri arasında, onu onlardan seçə bilməzdi. Və radiyallahu anhu varlıqda, eləcə də zahidlikdə nümunə idi, varlı bir zahid idi. Örneği idi müsəlmanlar üçün. Ömərül Xattab radiyallahu anhu vurulduğu bir ərəfədə, hansı ki ondan sonra vəfat edib, Ömər radiyallahu anhu tövsiyə edir ki, 6 səhabədən birindən xəlifə seçilsin. 6 səhabənin birindən xəlifə seçilmək üçün şura yaradılsın. Onlardan biri də Abdurrahman İbn Avf idi, onun adını zikr edir. Lakin radiyallahu anhu xilafəti istəmir. İmtina edir vəzifədən və razı olur ki, xilafət 5 nəfərin arasından seçilsin. Və radiyallahu anhu çox oruç tutan idi. Gecələri ibadətdə keçirən idi. Şücaətli idi. Hər zaman döyüşdə öndə olanlardan biri idi. Peyğəmbər sallallahu aleyhi və səlləmlə dedi ki, heç bir döyüşdən qalmayıb. Bütün döyüşlərdə iştirak edib və az bir kəslərdən biridir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uhudda bir kənarda bir neçə səhabə ilə tək qaldığında Abdurrahman İbn Avf onlardan biri olub. Onların içərisində olub və yaralanıb ağzından, dişləri sındırılıb, ondan sonra nitqində açıq aydın qüsur yananıb, danışığında bu seçilirdi. Və həmçinin əzəmətli yaralar alıb, gəlib ki, bəzi rəvayətlərdə 20 və bir neçə yara alıb və yaraların bəzisinin dərinliyi o qədər böyüydü ki, bir kişinin yumruğu o yaralara girə bilirdi. Və o aldığı yaralardan biri də ayağından aldığı yara onu ömrünün sonuna qədər şikəst edib. Həmçinin kövrək bili idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin Uhudda başına gələn hadisəni xatırlayanda, onun gördüyü çətinlikləri zikr edəndə göz yaşını saxlaya bilmirdi. Və bir gün yığışır öz əshabı ilə yemək üçün və süfrəyə yemək qoyulduqda ağlayır və deyir ki, əshabı ona, mə yubkikə ya bə Muhammed, səni ağladan nədə ya bu Muhammed? Deyir ki, mətə Rasulillahi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdi. Və mə şəbi'əhu və əhlu beytihi min xubz-ı şəir. Nə özü, nə ailəsi arpa çörəyindən doymadı. Peyğəmbər sallallahu aleyhi və səlləm onu Əbu Bəkrin və Ömərin də olduğu bir orduya əmir təyin edib bir dəfə. Dəvmətül Cəndəl adlanan yerə göndərib ki, müsəlman karvanlarının qabağını kəsən o qəbilə ilə mübarizə aparsın. Bu fəzilətlərlə yanaşı İbn Avf radiyallahu anhu üçün əzəmətli bir mükafat olub ki, o mükafatdan üstün bir mükafat yoxdur onun üçün. O tac hansı ki qoyulub onun başına, o taca doğru uzanan boyunlar, baxan gözlər, hamısı arzu edib ki, o tac onların başında olsun. Allah Taala öz lütfündən elə edib ki, bəşəriyyətin ən xeyirlisi, Peyğəmbərlərin imamı, əvvəlkilərin, sonuncuların ağası Peyğəmbər sallallahu aleyhi və səlləm Tabuk günü onun arxasında namaz qılıb. Peyğəmbər sallallahu aleyhi və səlləm Tabuk gününün səhəri ehtiyacı üçün harasa çıxır
və gəlişi gecikir və insanlar Abdurrahman ibn Avfu onlara namaz qıldırması üçün önə çəkirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ikinci rükətdə gəlib çatır. Abdurrahman ibn Avf geri çəkilmək istəsə də Peyğəmbər sallallahu aleyhi və səlləm ona işarə edir ki, namazını tamamla və namazı imam olaraq tamamlayıb. İlk olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasında namaz qıldığı kəs məhz Abdurrahman ibn Avf'dur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdiyi xəstəlikdə insanları namazı qıldırmaq üçün Əbu Bakır Siddiqi təyin edib. Həmçinin fəzilətlərindən Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbində yeri böyük idi. Ona görə nə hadisə olubsa, ona qarşı o hadisədə onu müdafiə edib. Bir dəfə Xalid ibn Validlə Abdurrahman ibn Avf arasında mübahisə yaranır. Cüzeymə əsirləri haqda və hər biri bir-birinə əziyyət edən sözlər eşitdirir. Xəbər Peyğəmbər sallallahu aleyhi və səlləmə çatanda Xalid ibn Validi çağırır və açıq aydın Abdurrahmanın fəzilətinə işarə edərək deyir ki ona dəvli əshabi, əshabımı mənim üçün tərk edin. فَلَوْ أَنْفَقَ أَحَدٌ مِثْلَ أُحُدَ ذَهَبًا مَا بَلَغَ مُدَّ أَحَدُهُمْ أَوْ نَصِيفَهُ. Əgər kimsə Uhud dağı boyda qızıl sərf etsə, onların yarım ovuc və onun yarısını sərf etdiyi qədər edə bilməz. Əli ibn Əbi Talib deyirdi ki, Abdurrahman ibn Avf səma əhlinin yanında əmindi, eləcə də yer əhlinin yanında əmindi. Ömər radiyallahu anhu Abdurrahman zikr ediləndə deyirdi ki, ədalətli və razı olunandır və həmçinin deyirdi ki, müsəlmanların ağasından bir ağadır. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki İmam Buxari rəvayət edir öz tarixində, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Busra binti Safvandan radiyallahu anhədən soruşur ki, Ummu Kulsum binti Uqbənin qızına kim elçi düşüb? Deyir ki, filan kəs və filan kəs və Abdurrahman ibn Avf. Deyir ki, sallallahu aleyhi və səlləm Ənkihu Abdurrahman ibn Avf fə innəhu min xiyaril muslimin. Abdurrahman ibn Avfla evləndirin. O müsəlmanların ən xeyirlisidir. Başqa bir ləfsdə deyir ki, min səadətil muslimin. O müsəlmanların ağasındandır. Bunu eşidən Ummu Kulsum qardaşı Validə xəbər göndərir. Deyir ki, ənkihni Abdurrahman ibn Avf-ı-Sə'ə. Dərhal məni Abdurrahman ibn Avfla evləndir. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin onun haqda dediyi təzkiyəsi idi, tərifi idi. Bundan qabaq da vurğulayıb onun haqda necə ki onu cənnətlə müjdəliyib 10 nəfərdən birindən sayıb. Həmçinin Hirada olduğunda, Hira titrədiyində deyib ki, sakit ol Hira, sənin üzərində yalnız şəhid var, Siddiq var və Peyğəmbər var. Və orada Peyğəmbərlə bərabər Əbu Bakır idi, Ömər idi, Osman idi, Əli idi, Talhə idi, Zübeyr idi, Sə'd idi, Səid ibn Yezid idi, eləcə də Abdurrahman ibn Avf idi. Və ölənə yaxın həyatının sonunda malının çox hissəsini vəsiyyət edib. Vəsiyyət edib 50.000 dinar sədəqə olsun Allah yolunda. Vəsiyyət edib 1000 at İslam ordusuna qatılsın. Və həmçinin vəsiyyət edib ki, çox qullar, hansı ki onun sərvətindəndir, azad edilsin. Eləcə də Bədirdə olan qardaşlarını da yaddan çıxarmayıb. 100 Bədirdə olan səhabəyə 400 dinardan paylayıb və əmr edib, həmçinin ki, malından nə qalırsa müsəlmanlardan kasıb olanlara xərclənsin. Və gəlib Allah Taala'nın əmri hansı ki, hamı üçün gələcək. Ölüm hansı ki, ona gəlib xəstələndiyi bir ərəfədə bir aya yaxın ölməmişdən qabaq xəstə olub yatağında, öz evində, baxmayaraq xəstə idi, yatağındaydı, lakin xəstə ola-ola o günləri oruclu keçirib, Rəbbindən istiğfar edərək keçirib. Elə ki, ölüm anı çatır, Abdurrahman ibn Avf ağlayıb şiddətli bir şəkildə və soruşulub ağlamağının səbəbi, deyib ki, Mus'ab ibn Ömeyr məndən daha xeyirli idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında vəfat etdi. Onu kəfənləmək üçün kəfən tapılmadı. Həmzə ibn Abdülmuttalib məndən daha xeyirli idi. Öləndə onu kəfənləmək üçün kəfənimiz yox idi. Mən qorxuram ki, bu qədər malım, dövlətim mənə onlara qovuşmağa mani olar. Və vəfat edib hicrətin 31-ci ilində, bəziləri deyib ki, hicrətin 32-ci ilində 75 yaşında və dəfn edilib
Bəqidə və Osman radiyallahu anhu onun cənazəsini qılıb. Çünki belə vəsiyyət etmişdi ki, cənazəsini Osman ibn Affan radiyallahu anhu qılsın. Və Mədinə əhli təsirlənib onun xəbəri ilə, ağlayıb onun üçün yaxında, uzaqda, böyükdə, kiçikdə, qonşuda, dostda Allah ona rəhmət etsin, Allah ondan razı olsun və həmçinin bütün səhabələrdən razı olsun. Bizi və onları kəramət diyarında bir yerə cəm etsin, Firdevs cənnətinin əhlindən etsin. Allah Teala bizə eşidib faydalardan etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi bu mübarək ayda əmin-amanlıq diyarı etsin, bərəkət diyarı etsin. Ölkə başçımızı qorusun, onu Allahın sevdiyi, razı qaldığı işlərə müvəffəq etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li sa'iril muslimin min kulli zəmb fəstəğfiruhu innəhu huvəl-ğafurur-rahim.